Salam, əziz və dəyərli abituriyentlərimiz, xoş gördük hər birinizi. Bugün sizlərə tam 3 sual nümunəsi təqdim edəcəm. Həmin 3 sual nümunəsi buraxılış imtahanı tipli sual nümunəsidir və eyni zamanda düşündürücü sual nümunələridir. İlk öncə başlayaq 7-ci sualımızdan. The teacher asked, burada biz doğru variantımızı seçməliyik. Doğru variantımız A bəndə olacaqdır. Each of the students to bring his own book. B variantı ona görə olmur ki, B variantında theirs isimsizdir. C variantı ona görə olmur ki, C variantında every ofla işlənmir. D variantında ona görə olmur ki, theirs isimsizdir və own book gəlməz. Y variantı ona görə olmur ki, every ofla işlənməz. 8-ci sualımız son zamanlarda yeni əlavə olunmuş suallardandır. Had better. Yadınızda saxlayın ki, dəyərli abituriyentlər, had better təsdiqində və inkarında to qəbul etmir. 9-cu sualımız isə wish və where arasında qalan abituriyentlərimizə tam şəkildə izah edim. Əgər məkan olarsa, məkandan sonra mübtədə xəbər gələrsə, biz where işlədəcəyik. Əgər məkan olarsa, məkandan sonra mübtədə xəbər gəlməzsə, mübtədə gəlməzsə, daha doğrusu xəbər gələrsə, biz which işlədəcəyik. Deməli, 7-də doğru bəndimiz A, 8-də doğru bəndimiz B, 9-da isə doğru variantımız A olacaq. Bizi izləyin, bizimlə qalın.